Ay kişi, Eşidirəm. pulsuz hamamda çinmək istəmirsən? İstəyirəm. Var Rus hamamda qəşəng özü belə döyəcəksən. Bax, yoxla. Qulaq as, bir də mənə video çəkərsən, sən? Nə videosu? Mənə video çəkiblər. Güya mən bombjam. Ölürəm acından, çöldə yaşayıram. Ha, yo, narahat olma, bizdə elə şey yoxdur. Mən bunu saxlayaram, gəl. Xoş gəldin. Bizim hamamın girişi 15 manatdır. Buyur. Pulu nə edirəm? Mənə pul lazım deyil. Başa düşdüm səni, narahat olma. Dediyim kimi sənə giriş pulsuz idi. Amma 15 manat ödəyib gələnlərə burada Rus hamamı, Fin hamamı, Türk hamamı, böyük basengi hamısını göstərim. Bu da Himalay duzlu otaq. O da 15 manata daxildir. Əladır qardaşım, bir də bunu çıxardım. Hara çıxardı? Sənə ayıbdır. Qarderobda çıxardarsan. Burada nə var ki, nə ayıbdır ki? Adi bir şeydir da. Qutqabı qoy bura, narahat olma. Heç kim əl vurmayacaq. Süpürgəvi də qoyuram bura. Ürəyini sıxma, narahat olma. Gəl. Bu isə təzyiqli su masajı. Bu da 15 manata daxildir. Yenilikdir. Gəl gedək. Baseynin böyüklüyünə bax. Yəqin bu boyda baseyn görməmisən. Neçə illərdir də çinməmisən. Mən çimmirəm qardaş, o nə deməkdir ki? Ay, bağışlayıb fikrin başqasına getdi. Gör nə qəşəng sudur. Ay, neynədir, nə? Bütün üz gözüm, bütün... Qardaşım, hər şey əladır. Bəs mən nə vaxt gedim çinməyə? Ay da, yadımdan çıxdı sənə deyim. Bugün təmizlik işləri gedir. Sabah gələrsən. Nə pis oldu. Hə. Sabah gələcəm 100 faiz çinməyə. Hə, narahat olma. Hə, yaxşı oldu. Sağ ol qardaş. Buyur bu süpürgəni götür. Gələn dəfə gələndə özünlə gətirərsən. Yaxşı. Ha bir dəqiqə gözlə. Səndə 15 manat olmaz. Olur. Hə. Gözlə. Lazım olmadı. Ha, yaxşı. Əli, hamamda bir dənə video paylaşırlar. Partladımı sənə? Nə video? Nə var? Yenə də. Ay sənin Neçə vaxtdır çöldə yaşayan bir adamı gördüm. Baxmayaraq ki, hamamda değildi, özünü hamam süpürgəsi ilə döyürdü. Soruşdum ki, sənə nə olub, niyə belə edirsən? bombjam. Ölürəm acından, çöldə yaşayıram. Mənim saf və təmiz qəlbim buna dözmədi. Ona pulsuz hamam təklif etdim. Hamama girəndə ona pul təklif etdim, çöldə adamlar görməsin deyə. O da dedi ki, Mənə pul lazım deyil. başa düşdüm səni, narahat olma. Soruşdum, sən çöldə qalırsansa, bəs ayaq yoluna hara gedirsən? O da dedi ki, harda gəldi? Dedim, axı ayıbdır, olmaz. O da cavabında dedi ki, Burada nə var ki, nə ayıbdır ki? Adi bir şeydir da. bunları eşidib mən şoka düşdüm. Amma əsas odur ki, qəlbi təmiz olsun insanın. Sonra çıxartdığı kurtkanı yenidən geyindi. Soruşdum ki, niyə geyinirsən? Dedi, kurtka mənim evimdir. Narahat qaldı ki, evini oğurlayarlar. Mən isə dedim ki, kurtkavı qoy bura, narahat olma. Heç kim əl vurmayacaq. Süpürgəvi də qoyuram bura. Ürəyini sıxma, narahat olma. Uzun müddət çöldə qalıb natəmiz olduğuna görə ondan çox qəribə qoxu gəlirdi. Mən təklif etdim ki, baseyndə çimsin. Baseynin böyüklüyünə bax, yəqin bu boyda baseyn görməmisən, neçə illərdir də çinməmisən. Bu təklifimdən sonra çox sevindi, amma sevincindən çimə bilmədi. Ancaq göz yaşı tökdü ki, mən nə gün deyəm. Onun göz yaşlarını görüb mənim yumşaq və təmiz qəlbim dözmədi. Çalışdım ona ürək dirək olum. Onun mənə olan təşəkkürnamələri bitmirdi ki, bitmirdi. Çölə çıxanda isə dedim ki,